Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini əri tərəfindən şiddətə məruz qalıb. Qafqaz İnfonun məlumatına görə Pənahovların gəlini ərinin onu hədələdiyini və boşanma prosesinə əngəllər yaratdığını bildirib. Boşanma tələbinə dair iddia ərizəsinə Binəqədi rayon məhkəməsində baxılıb. Məhəmməd Pənahovun vəkilinin boşanmaq istəmədiyini əsas gətirərək iddia tələbinin rədd edilməsini istəyib. Məhkəmə isə nikahın pozulmasına qərar verib. Məhəmməd Pənahov həyat yoldaşına məxsus qızıl zinət əşyalarını və bahalı geyimlərini də qaytarmır. 300 min manatdan çox qiyməti olan həmin əşyaların çoxu gəlinə birgə nikah dövründə bağışlanıb. Bəzilərini isə o nikahdan əvvəl şəxsi vəsait hesabına alıb. Məsələ hələ də həllini tapmadığı üçün qadın yenidən məhkəməyə üz tutacaq. Məhəmməd Pənahov isə vəkili vasitəsilə nikahın pozulması qərarının apellyasiya şikayəti verib. Qeyd edək ki, cütlük 2022-ci ildə Bakıda ailə həyatı qurub. Daha sonra Los Ancelesə köçüb. Pənahova iddia edir ki, əri sonradan içki aldaşıcıya çevrilib. Şiddətə məruz qaldığı insidentlərdən biri zamanı bətnindəki övladını itirib.